Artıq heç kimlə maraqlanmıram. 2025-ci il mənə çox kədərləndi. İşimi əlimdən aldılar, məni işdən çıxartdılar dövlət tərəfindən, yəni Hafizəzmuzadə Səlimoğlu. Portalımı ləğv elədilər, Xocalı'nın polis rəisi, Baş İctimai Təhlükəsizlik İdarəsinin rəisi, Parlament Verman. Çoxlar, pulum əlimdən getdi. Pulu mənə allatdılar, əzab verdilər, məni çox incitdilər. Allah heç kimə göstərməsin. 2025-ci il çox kədərli oldu. Allah'tan arzum olur ki, Azərbaycan xalqına gözəl gün arzulayıram. 2026-cı il düşərli olsun, uğurlu olsun. Ümidlərini əlində qoymasın, arzularına çatsın. 2026-cı il düşərli olsun, uğurlu olsun. Yaxşı dostlar, yaxşı qardaşlar mehriban olsun. Hamı bir-birinə can desin, can eşitsin. Dövlətimizə, millətimizə, xalqımıza dəyməsin. Gözəl gün arzulayıram hər birinizə. Qardaşlar, xanımlar, əmlər, dayılar, hamısı mehriban olsun, bir-birinə can desin, can eşitsin. Dövlətimizin rəhbərlərinə Allah kömək olsun, insaf salsın, könlünə ki, xalqına, millətinə gözəl gün ağlasın. Nə bilim, maaşlar qalsın, pensiyalar qalsın, əmək haqqları qalsın, işsizlik başa getməsin. Həmişə xalqıma arzulayıram ki, işlə bağlı hər bir şey təmin olunsun. Gün olsun ki, heç kim arzulamasın ki, görəsən 2025-ci kim olacaq, 2026-cı il, heç kimə göstərmirəm. 2025-i qoyaq qırağa, 2026 gəlir, uğurlar arzu edirəm, xoş günlər arzu edirəm Azərbaycan xalqına. Nə bilim, sizə deyim, can deyib, can eşidəsiniz, 2026-cı il düşərli olsun, uğurlu olsun, yeni uğurlar arzu edirəm, hər birinizə can sağlığı arzu edirəm, bir daha yeni iliniz mübarək olsun. Allah Azərbaycan xalqı hər birinizə kömək olsun. Sağ olun.